Salam, axşamınız xeyir olsun. İnşallah mən sizə Ramazan ayının siyamı ilə əlaqədar, bitişi ilə əlaqədar istəyirəm məlumat verəm. Gördüyünüz kimi hal-hazırda tarix aşağıda göstərir. 00.faizin altında sol tərəfdə 2026-03-19 olaraq göstərilir. Ayda işıq 0% və günüz vaxtı baxırıq səhər saat 10-a qalmış radələrdir. Və biz irəli doğru getdikcə ayda 1% işığın yaranması, baxırıq ki 20-si günü gecə saat hardasa 3-ə qalmış radələrdə 10 dəqiqə, 12 dəqiqə qalmış vaxtlarda bircə fasilə ayda işıq var. Deməli, burada ixtilaf var. Bəziləri teleskopu götürərək nəzərə alaraq ki, yəni teleskopda hilal vəziyyətini görmürsək, yəni 1% işıq yarandığı görüldüyü zaman bu yetərlidir və buradan nəzərə alaraq və gecə, yəni 20-sinə keçən gecədə bunu gördüklərini 20-si gününü bayram hesab edə bilərlər. Amma mən teleskop yanlısı deyiləm. Yəni çünki biz bilirik ki, bizim əlimizdə telefonun olmadığı və yaxud da teleskopun olmadığı bir zamanda belə biz yəqinə çatmalıyıq ki, yeni hilalı görüb, ondan sonra siyam yəni el arasında deyən oruçluğu bitirmiş ola bilərik. Ona görə də bunun gözlə bu şəkildə görülməsi, yəni telefondan istifadə etmədən və yaxud da teleskopdan istifadə etmədən mümkün deyil. Bu işıq artımını biz irəliyə doğru aparırıq və baxırıq, görürük ki, ayda tam olaraq ən azı bir 5% işıq yaranmalıdır ki, biz neyniyək? Gözlə hilal vəziyyətini görmüş olaq. Bu isə baxırıq ki, 21-i səhər 5-in yarısı, yəni 04-21 radələrində baxırıq ki, artıq ayda 5% işıq var. Deməli, 21-ci günü bu səhər fəcr vaxtı ki, gərək siyam eləyib, yeməkdən, içməkdən və cinsi münasibət kimi şeylərdən özünü mən edəsən, geri çəkəsən, ona daha ehtiyac qalmır. Yəni, artıq 21 günü tamamilə Şəvval ayının biridir demək ortaya qoyulur, mümkündür və buna heç kəs etiraz edə bilməz. Allah da ixtilafdan çəkinməyi tapşırır. Odur ki, ixtilafsız olanı 21 günüdür. Amma 20-si günü ixtilaflıdır. Burada parçalanma yaradır. Ona görə də yaxşısı olar ki, hər kəsi səsləyirik ki, yəni bir gün artıq oruç tutmaq heç kimə zərər verməz. Yəni 20-si gününün bahanəsini axtarmayın. Tutmayanlar da özü bilər. Yəni Allah qəbul etsin. Teleskopu qəbul edirəm deyir. Mən o görülübsə də ayda 1% işıq varsa mənim üçün yetərli deyənlərlə məndə işim yoxdur. Hörmətim var fikirlərinə. Allah bütün hər kəsin Allah üçün etdiyi əməlləri, etdiyi ibadətləri qəbul eləsin. Demək istədiyim söz bundan ibarətdir ki, burada 5%, yəni yalın gözlə görüləcək dərəcədə 21 günüdür. Amma teleskopla baxılan tərzdə Azərbaycan üfüqünə görə, Türkiyə-Azərbaycan üzərindəki olan üfüqə görə yalın gözlə hilalın görünməsi 21-nə düşür. Və beləliklə Ramazan ayı bu illəri 29 yox, 30 gündən olduğu sabitləşmiş oldu yəni. Və mən başqa bir proqram üzərində də eyni şey sizə göstərirəm. Gördüyünüz kimi burada ayda 1% parlaqlıq var deyir və 1% parlaqlığı 20 cümə günü 20 marta 2026-da göstərir. Sabah 7:22-dən, öğlədən öncədən, axşam 8:58 öğlədən sonraki zamana qədər ərazisində 1% ayda işığın olacağını göstərir. Biz bunu biraz irəliyə aparıb 5%-ə gətirdiyimiz zaman, biraz bunu geri qaytaraq, baxırıq, görürük ki, bu zaman ərzi 21 günü, cümə ertəsi günü, 6-cı günü, 21 günü səhər saatlarında, yəni 7:48 öğlədən öncəki zamanlarda artıq ayda 5% işığın olduğu var və ona görə Ramazan ayının 21-i tam olaraq Şəvval ayının biridir demək olar. 20-si günü Ramazan ayının son günüdür. Bu qədər. Allah hamımızdan razı olsun. Allah hər kəsin yenə siyamını qəbul etsin.